2012-ci ildə Səudiyyə Ərəbistanının Əl-Qasim şəhərində belə bir hadisə baş veribdi. 100 yaşlı anasının 2 övladı məhkəməyə müraciət ediblər. Anaya baxmaq üstündə ki, qazı, yəni məhkəmə bunu aydınlaşdırsın ki, burada övladlar ixtilaf eləyib. Biri deyib, mənim yanımda qalmalıdır. Fəzilət qazanmaq üçün, savab qazanmaq üçün. İndi Allah göstərməsin, bəzi adamlar mülk üstündə anasını, dədəsini məhkəməyə verir. Ancaq görün ki, belə nümunələr də var dünyada. Müsəlman ölkəsində belə bir hadisə baş verib. Yəni, məhkəməyə müraciət ediblər ki, bu ixtilaf eləmişik. Mən deyirəm, Səudiyyə Ərəbistanının Əl-Qasim vilayətində 2012-ci il təxminən o civarda olubdur. Məhkəməyə müraciət edir. Təbii ki, ananın 100 yaşı olarkən övladın da yəqin ki, 80 yaşı olubdur, 70 yaşı olub belə. Bunlar məhkəməyə müraciət ediblər ki, anamıza kiçik qardaş deyir, mən baxmalıyam, böyük də deyir, mən baxmalıyam. Uzun sürə bu məhkəmə prosesi davam eləyib də, bu da biraz qəribə bir mövzu məsələdir. Axırda bu çətinlikdən sonra nəsə hakim kiçik qardaşa ananın verilməsinə qərar veribdir. Bu da nəyə görə? Böyük qardaşının, Hizam adlı böyük qardaşının yaşının daha çox olması və xəstəliklərinin olması ki, o əziyyət çəkər və yaxud da ki, müəyyən məsələlərdə qayğı göstərənməz. Yəni, bu seçkilik baxımından yox. Hətta qeyd edir ki, məhkəmədə deyir, o göz yaşını saxlaya bilməyib ki, mən anama qulluq etmək fəzilətindən təəssüf ki, məhrum oldum. Görün, insanlar, yəni, belə insanlarımız da var dünyada ki, anasını baxmaq üçün 2 qardaş məhkəməyə müraciət edir. O deyir, mən qulluq eləyib baxmaq istəyirəm. Bu da deyir, mən baxmaq istəyirəm. Amma nə yazıq ki, bizdə bəzən elə hadisələr baş verir ki, məhkəməyə verir, bu deyir, mən də baxmaq istəmirəm, o da baxmaq istəmir. Aparıb qoyulur qocalar evinə. Yəni, bax, bu şeylərdən də bir nümunə götürmək lazımdır ki, dünyada, həyatda, necə deyərlər, bax, belə şeylər də var.